Soruşurlar ki, kişi öz ailəsinin adından fitrə zəkatı çıxara Kişi bilər. öz ailəsinin adından fitrə zəkatı çıxarda bilər. Düzdür. Fitrə zəkatını alimlər deyirlər ki, fitrə zəkatı fərdi olaraq hər bir müsəlmana vacibdir. Kişi, qadın fərq etmir. Fərdi olaraq bu müəyyən hökmdür. Vacibdir hər bir müsəlmana. Lakin kişi öz ailəsinin adından fitrə zəkatı çıxarda bilər bir şərtlə. Onların icazəsi ilə. İzin alır, çıxardır. Öz öhdəsində kimlər varsa, uşaqdır, zövcəsidir, yoldaşı, ailəsi çıxarda bilər. Lakin birdən çıxartmayıbsa, onlar ev əhli çıxartmadığı üçün kişiyə günah yazılmır. Ona görə izin alıb çıxartması icazəlidir. Misal üçün, ailədə 4 nəfər adam var. Düzdür, kişidir, yoldaşıdır və 2 övladı var. Bu nə qədər eləyir? 10 kilo. 10 kilo alır, təam alır 10 kilo, ailəsinin adından aparır, verir miskinlərə. Bununla da fitrə zəkatı çıxmış sayılır, belə deyən.